Azərbaycan və Rusiya arasında qarşılıqlı investisiya artıbdır. Belə ki, Azərbaycanın Rusiyaya yönəltdiyi investisiyaların həcmi 25-ci ildə əhəmiyyətli dərəcədə artıb. Bu barədə Azərbaycanın Mərkəzi Bankı məlumat yayıb. Məlumata əsasən Azərbaycan 25-ci il ərzində Rusiya iqtisadiyyatına təxminən 53 milyon Birləşmiş Ştatları dolları həcmində sərmayə yatırıb. Bu göstərici əvvəlki ilə müqayisədə 2,8 dəfə çoxdur. Eyni zamanda Rusiyanın Azərbaycana yönəltdiyi birbaşa investisiyalarda da artım qeydə alınıbdır. 25-ci ildə bu investisiyaların həcmi 267 milyon Birləşmiş Ştatlar dolları ötüb ki, bu da 24-cü illə müqayisədə 14% çoxdur. Mərkəzi Banka məlumatına görə 24-cü ildə Rusiyadan Azərbaycana yatırılan ümumi investisiyaların həcmi 234 milyon Birləşmiş Ştatlar dollarından çox olub. Həmin dövrdə Azərbaycanın Rusiyaya yönəltdiyi investisiyalar isə 18 milyon Birləşmiş Ştatlar dollarını keçib.